Salam aleykum. Hər birinizi salamlayıram. Bugün inşallah ximiya terapiya və fitoterapiya haqqında danışmaq istəyirəm. Niyə danışmaq istəyirəm? Çox insanlar mənə zəng eləyir, məni axtarır, yığır ki, qardaş, biz ximiya terapiyaya getməyək və sən təbii bitkilərlə, yəni fitoterapiya ilə bizi sağalt. Bu birincisi mümkün deyil. Onkoloji xəstəliklərdə bu tək olaraq fayda vermir. Buna görə xahiş edirəm, məni axtarmayın. Sizin qaraciyərinizdə yağlanma, piyələnmə, mədə-bağırsaq sistemində nəsə şəkər xəstəliyi olsa, mən sizə kömək eləyərəm. Bu başqa. Amma burada onkoloji xəstəlikdən söhbət gedirsə, törəmələrdən söhbət gedirsə, bu çox çətin bir şeydir. Və bəzi insanlar sosial şəbəkələrdə mən görürəm, məsələn, Milli Onkologiya Mərkəzinin pisdir, nə bilim, belə indi negativ sözlər yazırlar, ximiya terapiyanın əleyhinədirlər. Mən bir şey deyim, valla, məsələn, Milli Onkologiya Mərkəzində işləyən insanlar, çalışan insanlar və yaxud da ki, hansısa bir özəl xəstəxanalarda çalışan, məsələn, onkoloqlar, onlar günahkar deyil ki, biz gedib, məsələn, ora düşməyimizdə. Onlar günahkar deyil. Gözəl həkimlər də var, bu öz yerində. Mən söhbəti, düzdür, bizim videomuz biraz uzun olacaq, bir 10 dəqiqə çəkəcək. Xahiş edirəm, hər biriniz diqqətlə qulaq asın. Mən özüm, məsələn, ağır vəziyyətdə olanda ximiya terapiya vurmuşam. O məni vəziyyətdən çıxartdı, həqiqətən də. Amma mən onunla yanaşı fitoterapiyanı eləmişəm. Bəli, mənə mükəmməl fayda verdi. Mən hər birinizə tövsiyə edirəm ki, müalicə alırsınızsa ximiya terapiya alın, qorxmayın. Niyə qorxursunuz ki? Və onunla yanaşı, bəli, fitoterapiyanı eləyə bilərsiniz. Siz bədənin immun sistemini qaldırmalısınız. Limfositləri qaldırmalısınız, D vitaminini qaldırmalısınız, düzgün qidalanmalısınız. Siz sağlam həyat tərzinə keçməlisiniz ki, bədən sağlamlaşsın. Onunla da yanaşı gedin, ximiya terapiyanı alın. Vallahi düz deyirəm, yəni gözəl həkimlərimiz var. İndi hər kəs pis deyil. Yenə də təkrar deyirəm. Yəni, onlar günahkar deyil. Orada işləyən insanlar günahkar deyil. Yəni, bizim oraya gedib düşməyimizdə. İnanın ki, onlar da yüklənib. Onlar da yüklənib. Biz sağlam həyat tərzi yaşayaq ki, biz elə yaşayaq ki, biz gedib ora düşməyək. Bəli, düşməyək. Düzgün yaşayaq, düzgün qidalanaq. Sağlam həyat tərzi sürək, Allahın izni ilə. Bir xanım var, indi yəqin ki, bu videomu görəcək. Məni yığıb ki, demək, mən özəl bir xəstəxanada, onkoloji mərkəzdə müalicə alıram. Özdə gözəl də həkimi var. Mən o həkimi tanıyıram da adını çəkmirəm, istəmirəm adını çəkəm. Gözəl həkimdir. Yəni, bu adam nələr eləyib, bu adamda heç şişlər dayanmaq yox, əksinə sürətlə böyüyür, inkişaf eləyir. Soruşuram ki, sən özün üçün nə tədbir görmüsən də, indi həkim onsuz sənə protokol üzrə öz işini görür. Deyir, mən heç nə. Nə düzgün adam qidalanmır, nə immun sistemini qaldırmaq üçün nəsə eləmir. Heç nə eləmir. Mən təbii ki, burada ximiya terapiya, bəli, ağırlı, acılı prosesdir, çətin prosesdir. Amma başqa yol yoxdur. Biz ximiya terapiya alarkən yanaşı olaraq biz orqanlarımızı qorumalıyıq, bizim qaraciyərimizi qorumalıyıq. Biz, məsələn, mədə-bağırsaq sisteminə təkan verməliyik, biz immuniteti qaldırmalıyıq. Onun vurduğu fəsadları biz özümüz eləməliyik. İnanın ki, o həkimlər yüklənib. Bu dəqiqə necə ki, mən yüklənmişim. Mən vaxt faidə deyirdim ki, mənim həkimim niyə mən axtarmır aramır. Mümkün deyil bu axtarıb arasın. Çünki indi görürəm ki, mən özüm necə yüklənmişim. Təsəvvür edin ki, mənim o vaxtı Ağciyər İnstitutunda adını çəkəcəm, Barat Bayramov var. Həkim gözəl həkimdir, gözəl cərrahdır Ağciyər üzrə. Deyərəm ki, mütəxəssisdir, o alimdir. Mən belə deyərəm. Məni o vaxtı əməliyyat eləmək istədi. Nəysə, o şimdi buradan kəsdilər, 3 saat əməliyyat getdi. Gedilər, gördülər, şiş yayılıb, yenə bağladılar. Üstündən bir müddət keçdi, haradasa bir 5-6 ay belə keçdi. Mən Barat Bayramovun yanına gedəsi oldum. Adam məni tanımadı. Həkim məni tanımadı.
Məni 3 saat əməliyyat eləyib, orada mən klinikasında bir 15-20 gün yatmışam. Onun xəstəsiyəm, məni tanımadı. Təsəvvürsüz adam necə yüklənib. Məni tanımadı, bir təhər yadına saldım ki, mən filan xəstəyəm. Bəlkə də bu videonu görsəz ki, yenə məni tanımayacaq. Çünki niyə? Həkimlər dəhşət yüklənir. Hər şey həkimlərin üstünə atmayaq. Vallahi ki, atmayaq. Biz özümüz də özümüzə dəstək olmalı, bədənə dəstək olmalıyıq. Xanım da heç bir tədbir görməyib, yalnız ümid bağlayıb ki, ximioterapiya onu sağaldacaq və əksinə olub bədəndə metastaz verir, mədəsini kəsib götürüblər, nəsə o şimdi bu yayla gedir. Artıq həkim də demək dayandırmaq üzrədir. Demək olar ki, dayandırıq da deyib getkinə. Yəni mən o həkimi qınamıram. İnsan da gərək özü araşdıra, çox şeyləri ortalığa çıxada, bəli, öz orqanizmini qoruya, tətbiq eləyə. Dönə-dönə deyirəm sizə yenə də ximioterapiya alırsınız və onunla yanaşı olaraq fitoterapiyanı bəli eləyirsiniz. Bu mükəmməl fayda verir. Bu Türkiyədə də məşhur bir şeydir. Türklər belə eləyirlər. Fitoterapiyanla yanaşı olaraq. Təkcə bu fitoterapiyanla da olmur. Təkcə bu ximioterapiyanla da olmur. Siz düşünməyin ki, mən ximioterapiya alacam, mən sağalacam. O bizi vəziyyətdən çıxardır, bəli. Bizə zaman verir, möhlət verir ki, get həyat tərzi düzəlt. Get düzgün qidalanmaya keç, nişi sisteminə keç. Sağlam həyat tərzinə keç, gündə 1 saat yarım yürüyüş elə. Düzgün qidalan, hansı qidalar yollaşdır və sizin immun sistemini qaldırmaq üçün çox şeylərdən istifadə eləməlisin. Güləmdən istifadə edin, çiçək tozundan istifadə edin, propolisdən istifadə edin və s. Mən məzunlar zatlar məsəl üçün düzəldib özüm qəbul edirəm. İndi bu günlərdə bir məzun düzəldəcəm, Allah üçün səhifədə yerləşdirəcəm. Kim ki, heç olmasa bir dənəsini göstərim, çox göstərmişəm, xırda-xırda çox şeylər var. Bir dənə məzun göstərəcəm sizə, heç olmasa müalicə aldığınız vaxtı bunu da tətbiq eləyin, onunla yanaşı olaraq immun sistemini qaldırın, D vitaminini qaldırın, qalxanvari vəzə diqqət eləyin, baxın. Belə gözəl insanlar, yəni siz məni xahiş edirəm, axtarıb aramayın ki, mən ximioterapiya almaq istəmirəm, mənə nəsə sehirli məzun ver, mən içim sağalım, belə bir şey yoxdur. Əziyyət çəkmək lazımdır biraz. İradəmizi ortalığa qoymalıyıq. Xanıma deyirəm, necə qidalanırsan? Yenə əvvəlki kimi qidalanır. Yenə də şirniyyatı deyir, az-çox yeyirəm. Yəni, ağ çörək yeyirəm, onu yeyirəm, bunu yeyirəm. Biz heç nə həyatımızdan çıxartmasaq, bu keçmişdə olduğu kimi qidalansaq, bizim xəstəliklər getməyəcək. İnanın ki, getməyəcək. Mən bir dənə ağciyərdə olan problemə görə ximiya aldım. Mən babasıyla görə müalicə almamışam. Mən böyrəklərim daşlar dolmuşdu, ona görə müalicə almamışam. Qaraciyərimdə hemoglobin vardı, ona görə müalicə almamışam. Qaraciyərim böyümüşdü, yağlanmışdı, piylənmişdi, öz işini görə bilmirdi, ona görə müalicə almamışam. Mənim gözlərim son vaxtlarda zəif görürdü, ona görə müalicə almamışam. Ağlım kəsəndən 36 yaşıma qədər gedən ishala görə müalicə almamışam. Mən bunların heç birinə görə müalicə almamışam. Mən sağlam həyat tərzdə yaşamışam və bəzi bitkilər tətbiq eləmişəm, sağalım. Düzdür, ağciyərdə artıq məndə zaman bitmişdi, ölümcül vəziyyət, pis idim də. Ona görə bəli, məni vəziyyətdən çıxardı, ximioterapiya məni vəziyyətdən çıxardı, mənə zaman verdi və mən zaman qazandım, keçdim sağlam həyat tərzinə. Yenə də təkrar deyirəm, onkoloji həkimlər, ümumiyyətlə cərrahlar, gözəl həkimlərimiz var, yaxşı da var, pis də var. Onlar günahkar deyil. Bizim xəstəxanalara gedib düşməyimizdə, bizim ximioterapiya almağımızda onlar günahkar deyil. Yəni, çox insanlar gəlir, milli onkologiya mərkəzi belədir, elədir. Xeyr. Gəlin düz danışaq, Allah üçün danışaq. Onlar bizi məcbur qolumuzdan tutub aparıb ximiya vurdurmur. Biz özümüz xəstələnib boru gedirik. Niyə biz düz danışmayaq? Allah üçün danışaq, doğru danışaq. Gəlin elə yaşayaq ki, bəli, ölənə qədər Rəbbimiz verən ömrü qədər sağlam yaşayaq və xəstəxanalara getməyək. Vaxt çatdı, hər birimiz köçüb gedəcək dünyadan. Heç kəs qalmayacaq, içimən qarşı. Heç bilmirəm mən bir saat sonra, bir gün sonra başıma, bir dəqiqə sonra başıma nə gələcək. Mən də hər saniyə dünyadan köçüb gedə bilərəm. Odur ki, sağlam olağın, sağlam qidalanaq inşallah. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. İnşallah bizdən də bacardığımız, belə deyim də, əlimizdən gələn
güclü insanlara belə bitkilər göstərir ki, eləyin, sağ olun. Çox sağ olun.